Avqustun 15-i Həzi Aslanov istiqamətindən gələn qatar saat 00:32-də 28 may stansiyasından sonuncu dəfə Dərnəgülə doğru hərəkət edib. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Bu gündən metronun 28 may və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən 11 ay çəkəcəyi planlaşdırılır. Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacağı bildirilir. Hazırda metro stansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədi ilə dəstəkləyici tədbir kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu fəaliyyət göstərir.